Salam dəyərli Cəbhə TV izləyiciləri, hər birinizi salamlayıram. Yenə də ənənəmiz uyğun olaraq həftəlik proqnozlarla qarşınızdayıq. 9-15 iyun aralığında gözlənilən mənzərəni sizlərə çatdırmaq fikrim var. İlk öncə ictimai-siyasi sferada onu deyim ki, çox gərgin bir ərəfədir planetar quruluşu. Adətən mən 2000 deyirəm, amma bu dəfə gərginlik var. Sanki son döyüş deyək belə rəmzi mənada son döyüş. Tutaq ki, Rusiya Ukrayna ilə sonuncu həlledici döyüş eləyəcək, yaxud da diplomatiya sahəsində. Yəni buradan o tərəfə olmamalıdır kimi belə bir mənzərə. Bəlkə də sözlə ifadə edə bilmirəm, amma yəni sanki sonuncu məsələ, sonuncu danışıq, sonuncu döyüş kimi belə bir anlayış olacaq. Əslində fərdi zəmində də biz son cəhdimizi həyata keçirməliyik. İşlə bağlı, maliyyə ilə bağlı, şəxsi münasibətlərlə bağlı. Yəni bu həftə daha çox o istiqamətdə planetar quruluş bizə təsirini göstərməkdədir. Ayrı-ayrı zodiak işarələrinin proqnozları da belədir. Qoç bürcü. Xırda maliyyə problemlərinə görə narahat olmayın. Çünki yeni həftənin elə ilk iş günündən bu istiqamətdə uğurlarınız bol olacaq. Siz əsas məqsədi işgüzar sövdələşmələrə yönəldin ki, gələcək perspektivlərinizə yol açılsın. Ulduzlar təvəqqə edir ki, bu həftə heç kimə yalan vədlər verməyəsiniz. Boğa bürcü. Şənbə və bazar günlərində iştirakçısı olduğunuz situasiyaların əksəriyyəti gərgin fonla müşahidə olunduğundan bütün ciddi işlərinizi təxirə salmağa çalışın. Əks təqdirdə uğurdan yan keçə bilərsiniz. Köhnə mübahisələrə, yaratmaz tərəfdaşlarla haqq hesab çürütməyə qayıtmayın, yalnız böyük ideyalar barədə düşünün. Amma əvvəlki 5 gündə, yəni həftənin iş günlərində demək olar ki, zaman tam heyətlə sizin xeyrinizə işləyəcək. Yalnız şənbə, bazar dediyim kimi diqqətli olun. Əkizlər bürcü. İlk 3 günü, yəni 9, 10, 11 iyun günlərini səbirlə başa vursanız, həftənin qalan günlərindən xoşa gəlməzlik görməyəcəksiniz. Çünki ulduzlar bu arada şəxsi işlərinizdə böyük dönüş yaratmaq istəyir. Bunun üçün sadəcə əzmkarlığınızı artırmağınız kifayətdir. Nəzərə alın ki, indi hakimiyyətdə məhz öz bürcünüzdür və hamıdan enerjili sizsiniz. Xərçəng bürcü. İlk növbədə səhhətinizə qayğı göstərin. Çünki yalnız sağlam bədəndə sağlam ruh olar. Ruh da ki, sağlam olsa, onda kosmik fərd kimi çox işləri həyata keçirə bilərsiniz. Həmişə başqalarını müzakirə etməkdənsə, öz ideya və məramlarınızı analiz edin. Fikirləşin, görün, ilahidən gələn missiya ilə hazırki missiyanız üst-üstə düşürmü? Bunu anlaya bilsəniz, ayın sonuna kimi zaman xeyrinizə işləyəcək. Şir bürcü. Hər gününüzə şükür eləyin. Allahı vəsf edin, bədgüman olmayın. Ən az ona görə ki, ixtiyarınızda olan həftə ərzində sizi narahat edən əksər sahələrdə, maliyyə məsələlərində, həmçinin fəaliyyətdə müsbət nəticələr əldə edəcəksiniz. Yalnız bazar ertəsi xırda mübahisələriniz mümkündür. Bunun üçün təmkinli olmağınız yetər. Qız bürcü. Yəqin bilirsiniz ki, hazırda hakimiyyətdə olan əkizlər bürcü ilə sizin bürcü əsasən Merkuri idarə edir. Bu da təbii olaraq sizi də əksər bürclərdən daha enerjili və şanslı edir. Deməli, bütün vacib planlarınızı yavaş-yavaş həyata keçirməyə başlamalısınız. Şənbə və bazar günlərində isə maliyyə məsələləri ilə bağlı ehtiyatlı olun. Tərəzi bürcü. Bir qədər gərgin ərəfə olsa da proseslərə neytral şəkildə yanaşmaqla gözlənilən təhlükələri sıfırlaya bilərsiniz. 9-11 iyun aralığında istənilən riskli sövdələşmədən, köhnə qisasçılıq prinsiplərindən əl çəkin. Ümumiyyətlə, bu həftə qeyri-ənənəvi, riskli heç bir hərəkət etməyin. Ayın 12-sində səfərə çıxmaq olar. Əqrəb bürcü. Risk etməyə lüzum yoxdur. Çünki hazırki durumunuz ifrat əsəbliyinizdən xəbər verir. Hissli başla isə hansısa bir işi görmək bir qədər absurddur. Amma ailə sevgi münasibətlərində, eləcə də kollektivlə davranışda mülayimlik göstərsəniz, işləriniz qaydasına düşəcək. Ayın 13-də bir neçə sürprizlə rastlaşacaqsınız. Ox atan bürcü. Kifayət qədər düşərli zaman kəsiyindən keçəcəksiniz. Bu prosesi daha ideal səviyyəyə yüksəltmək üçün ətrafınıza sadiq tərəfdaşlar toplamalısınız. Həftənin ən varlı zodiak işarəsi də məhz siz olacaqsınız. Ən azı 3 dəfə qazanmaq şansınız var. Düşünürük ki, onun heç olmazsa bir şansından istifadə edəcəksiniz. Göy qübbəsi aldığınız bütün təkliflərə razılıq verməyinizi təvəqqə edir. Oğlaq bürcü.
13-15 iyun aralığında planetar quruluş bir qədər əleyhinizə işlədiyi üçün ola bilər bədbinliyiniz arta. Amma bilin ki, bu planetar təsirlərdəndir. Əslində bədbinlik yaranırsa insanda mən düşünürəm ki, daha çox insan onu özü yaradır. Ona görə bəzən belə olanda deyirəm, bir anlıq hər yerdən təcrid olunub özünüzə ruhsal şəkildə, mənəvi şəkildə hesabat verin. Mütləq adam onda yüngülləşir və hər şeyə yenidən yaxşı, müsbət enerji ilə başlayır. Göy qübbəsi həm də bu arada müqəddəs ziyarətgahlarımızdan da birinə baş çəkməyi təvəqqə eləyir. Su tökən bürcü. Bəri başdan nəzərinizə çatdıraq ki, ixtiyarınıza olduqca məsuliyyətli bir həftə düşüb. Belə ki, iyunun 11-nə qədər çoxlu sayda yeniliklərin şahidi olacaq, maraqlı təkliflər alacaqsınız. Amma xırda yanlışlıq sonraki günlərdə sizə zərər yetirə bilər. Qarşılıqlı ünsiyyət zamanı egoistlik göstərməyin. Balıqlar bürcü. Ulduzlar həftə boyu maraqlı insanlarla görüşəcəyinizi bəyan edir. Bu, işgüzar əməkdaşlıq da ola bilər, münasibətlər sferasında da ola bilər. Hətta ürəyi sevgisiz olanlardan kimsə eşqə düşmə ehtimalı da böyükdür. Bütün bunlara baxmayaraq ürəyinizdən Tanrı eşqini də çıxarmayın. İstirahət günlərində uzaq səfərə çıxmağa dəyər. Belə, dəyərli dostlar, məndən də bu qədər. Diqqətinizə görə sağ olun. Kanalımıza abunə olmağı unutmayın. Onu da unutmayın ki, Tanrı ulduzlardan daha yüksəkdə durur.